Əziz izləyicilərim, hər birinizi salamlayıram. Ümid edirəm ki, yaxşısınız. Bugün dim test topusu Molyer qatılıq bölməsi ilə davam edirik. Birinci sual: məhlulun Molyer qatılığı hansı formula ifadə olunur? S bərabərdir N bölünsün V-yə. Məhlulun Molyer qatılığı hansı formula ifadə olunur? Uşaqlar, S bərabərdir N bölünsün V-yə. N-imiz nəyə bərabərdir? M bölünsün Molyer kütləyə. Buradan N-ün qiymətini yerinə qoysaq, MV. Cavab olacaq B bəndi. Üçüncü suala baxaq. 0,5 mol bölünsün litr qatılıqla 400 ml məhlulda neçə mol həll olan maddə var? Demək, bizə qatılıq neçə veribdir? S bərabərdir 0,5-ə. Uşaqlar, diqqət edirsiniz, burada litrlə verib, burada millilitrlə verib həcmi. 400 ml-imiz neçə litr eləyəcək? Hesablayaq. 1000 ml-imiz 1 litrdir. Bəs 400 ml-imiz nə qədərdir? X. Buradan X-i tapsaq, 400 bölünsün 1000-ə 0,4 litr. Yaxşı, 0,4 litrə bərabər oldu. Bizdən N-ünü soruşur. N bərabərdir CV-yə. S-imiz neçədir? 0,5. V-imiz neçədir? 0,4. Bu deyəcək 0,2. Cavab C bəndi. Dördüncü suala baxaq. 0,4 mol qatılıqla V bərabərdir 2 litrə. N-ü soruşur, N bərabərdir suala. Buradan N-ü tapanda S-yi vururuq V-yə. 0,4 0,8. Cavab D bəndi. Molyer qatılığın vahidi, N-ün vahidi moldur, həcmin vahidi litrdir. Mol bölünsün litr. A bəndi. Yaxşı. Həll olan maddənin D kütləsi sabit olduqda. Baxın, bu düstur əsasında. Burada kütlə sabit olduqda qatılığın həcmdən asılılığı tərs mütənasib olacaq. Cavab B bəndi olacaqdır. 7-ci suala baxaq. Həlledicinin həcmi sabit olduqda. Baxın, həcm sabit olduqda qatılıq kütlə ilə düz mütənasib asılı olacaq. Cavab C bəndi olacaq. 8-ci suala baxaq. Həcmləri və molyer qatılıqları bərabər olan məhlullarda kütlələri müqayisə edəcəyik. Yaxşı, həcmlərlə molyer kütlələr bərabərdirsə, baxın, həcmləri ilə molyer kütlələri bərabərdirsə, onların kütlələrini müqayisə edəcəyik. Hansının kütləsi daha çox olsa, onun kütləsi o daha böyük olacaq. Yaxşı, baxaq. Yaxşı. H karbonu, OH. Bunun emelini hesablayanda 1, aydın yazaq, başa düşməyənlərimiz düşsün. Karbonun ayeli 12, oksijen 16, 2 dənə oksijen var, bax 16, 16, üstə gələk 1. 1, 1, 2, 14, 16, 30, 16 da 46 elədi. Emir sirkə turşusuna baxaq. 12, üstə gələk. Baxın, hidrogenin ayeri 1-dir. Vururuq indeksin sayını olur 3. Üstə gələk 12, üstə gələk 16, üstə gələk 16 plus 1. Yaxşı. 15, 1, 16, 3 dəfə 16-na 48, 12 də neçə elədi? 60. Yaxşı, baxırıq ki, M2 böyükdür M1-dən və yaxud da M1 kiçikdir M2-dən. Baxırıq, hansı cavab var? M1 minus M2 cavab A bəndi. Minus bağışlayın, M1 kiçikdir M2-dən A bəndi. 9-cu suala baxaq. Yenə eyni şeydir. Baxırıq bunun kütləsinə 12, 3, 15, 16, 31, bir də burada 32. Demək, M1-imizin kütləsi neçə oldu? 32. M2-yə baxaq. M2-miz də oldu 46. Demək, M1 kiçikdir M2-dən. Cavab 9-da C bəndi. 10-cu suala, molyer qatılıq nədir? 1 litr məhlulda həll olan maddənin mol miqdarı. B bəndi. 11-ci suala baxaq. Natrium hidroksid məhlulunun 40 ml-ində 8 qram natrium hidroksid var. Yaxşı, verilənləri yazaq, uşaqlar. 40 ml deyilsə, litr nəyin vahididir? Həcmin. Demək, V-imiz 40 ml-dir. Kiçik M-imiz 8 qramdır. Molyer qatılığın bizdən soruşur. S bərabərdir suala. S bərabərdir N bölünsün M, N bölünsün V. Buradan da hesablayanda M bölünsün MV-yə. Yaxşı.
Bizdən S'yi soruşduğuna görə də verilənləri yazaq. Yerində 8. Natrium hidroksidin molyar kütləsi 40-dır. 40 vurulsun. 40 mililitri də litrə çevirəndə 0,4 litr. Buradan da 5. Alınır cavab Y bəndi. 12-ci suala baxaq uşaqlar. 250 mililitr məhlul deyir yenə. V bərabərdir 250 mililitrə. 20 qram natrium hidroksid deyir. Böyük emimiz natrium hidroksidimiz 40 qramdır. Molyar qatılığını soruşur. S bərabərdir. Suala da bərabərdir. Yaxşı. M bölünsün, böyük M bölünsün deyək. Burada 250 mililitri litrə çevirək bir kənarda. 250-ni böləcəyik neçəyə? 1000-ə. 0,25. Yaxşı, bərabərdir. 20 bölünsün. 0,25 vurulsun 40. Bu da bərabərdir 2. Cavab A bəndi 12-də. 13-cü suala baxaq. Yenə eyni qayda ilə 50 mililitr deyib. Yəni həcmimiz 50 mililitrdir. Bu da deyir 0,5 litr. 4 qram. Kiçik emimiz 4 qramdır. Bu məhlulda molyar qatılıq soruşur. Yəni S bərabərdir. M bölünsün, böyük M vurulsun V-yə. 4 bölünsün 40. Natrium hidroksidin molyar kütləsi 40-dır. Bayaqki məsələdəki kimi %5-ə. Bu da bərabərdir. Neçəyə? 2. Yaxşı, növbəti suala baxaq 14. 14-də nə deyir bizdən? Molyar qatılığı 2. Molyar qatılığı S bərabərdir 2-yə. 2 litr deyir. Həcmi 2 litrdir. Məhlulda neçə qram kalsium hidroksid var? M bərabərdir suala. Böyük emimiz neçəyə bərabərdir? 56-ya. Yaxşı. S bərabərdir. M bölünsün böyük M V-yə. Buradan M-i tapan zaman S, M, V-yə bərabər olacaq. 2 vurulsun 2 vurulsun 56. 4-ü də 56 yanında 224 cavab D bəndi. 15-ci suala baxaq. 500 mililitr həcmi verir. Yaxşı. Su buxarlandıqdan sonra məhlulda natrium hidroksidin molyar qatılığını hesablayın. Bizdən C2-ni soruşur. Bildik. C1-imiz nə qədərdir? 0,2 mol. C1-imiz bərabərdir 0,2-yə. V1-imiz nəyə bərabərdir? 500 milliyə. O dediyi 0,5 litr. V2-miz nədir? 100 millilitr. Baxın, buxarlanan su V2. O dediyi 0,1 litrə. İndi su buxarlandıqda bir düstur vardır. S1, V1 bərabərdir. S2 vurulsun. V1 plus V su. Yəni V2-də fərq yoxdur. V su, V2 fərq yoxdur. S1-imiz 0,2-dir. Vurulsun 0,5. Bərabərdir. S2-miz bilmirik, elə S2 yazaq. V1-imiz 0,5 çıxılsın 0,1. Buradan S2-ni tapanda 0,2 vurulsun 0,5 bölünsün 0,4. 0,2 0,25. 0,25. Cavab D bəndi. 16-cı suala baxaq. 200 qram 10% natrium hidroksid məhlulu. Yaxşı, nə deyir? Məhlullar hansında həll olmuş natrium hidroksid mol sayı hesablana bilər? Yaxşı. Baxaq. 200 qram 10% natrium hidroksid məhlulu deyir. Deyir ki, natrium hidroksidin mol sayını. Yaxşı, 200-ün 10%-ni tapsaq, neçə eləyəcək? 20 qram nə olacaq? Duz, yəni natrium hidroksid. Buradan suyu da tapa bilərik. İndi bizim su ilə işimiz yoxdur, çünki natrium hidroksidin mol sayını hesablanması. 20 qram natrium hidroksidimiz neçə moldur? 40 qramımız 1 moldursa, 20 qramımız da x moldur. X bərabərdir 0,5 mola. Gördüyünüz hesablamaq mümkün oldu. İkinci suala baxaq. V bərabərdir 200 mililitr. Bu dediyi 0,2 litr. Molyar qatılığı S-yi verib 0,5. Bizdən nü tapa bilərik də burada. Nü bərabərdir S, V-yə. 0,2 vurulsun 0,5. O da bərabərdir 0,2 mol. Üçüncüyə baxaq. 1-2 cavabı baxın. Buradan cavab bilinir ki, 1-2 bəndidir. 3-ə baxaq. Sıxlıq verilib. Rho bərabərdir 1,2-yə. Bir də həcm verilib. V verilib 200 mililitr.
Buradan nü necə tapa bilərik? Digər verilənlər də lazımdır ki, onları qoyub yerinə düsturu çıxardıb yaza bilir. Ona görə yalnız 1 ilə 2 yerləndə. 17-ci suala baxaq. 300 yenə eyni qayda ilə 300-ün 20%-ni tapacağıq. Tapaq deyirsiniz yazılı şəkildə. 300-ün 20%-ni tapacağıq. Eləyəcək neçə qram? 60 qram. 60 qram da tapa bilərik ki, 40 qramımız 1 moldusa, 60 qramımız da x moldu. X bərabərdə 60 bölünsün 40-a. 1 tam yüzdə 1,5. Yaxşı, molu tapa bildik. Sonra ikinci də eyni qayda ilə V bərabərdir 0,4 litr olacaq. S-imiz 0,5 olacaq. Nüyü buradan tapa bilərik. S və o da bərabər 0,4 burası 0,5, 0,2. Demək 1, 2 yenə cavab cəbəlir. Sonra 18-ci suala baxaq. 18-ci sualda X duzunun müxtəlif temperaturlarda hazırlanmış doymuş məhlullarının molyar qatılıqları üçün hansı münasibət doğrudur? Yaxşı, bizdə baxın T1 anında həll olma əmsalı 500-müş. Sıxlığı 1,25-miş. S1 qatılığını hesablayacağıq. KH 500. Biz birinci omeganı hesablayaq. Omeganın bir düsturu vardır. 3 təpənin KH bölünsün. KH plus 1000 vurulsun 100%. Yaxşı, buna əsasən omega 1'i hesablayaq. 500 bölünsün 500 vurulsun 100. Yaxşı, buna əsasən 5'e 100. Yaxşı. Mən belə kəsir ədədi ilə yazıram ki, hesablayanda asan olsun. Omega 2'ni hesablayaq. Omega 2'miz neçədir? KH-ımız 1250 bölünsün 2250 vurulsun 100'ə. Yaxşı, ixtisar belə keçsək 25'e 5. 25'e getməyək. 5'e geçsək 25. 5'e geçsək 4 45. 5'e 9. 5'e 20. Eləyəcək 9'da 500. Yaxşı, bu qaydada yazaq. Sonra, indi baxaq. Rho 1'imiz neçədir? Sıxlığımız 1,25. Rho 2'miz neçədir? 1,5. Biz demək qatılığın bir belə düsturunu yazmışdıq. Rho omega vurulsun 10 bölünsün m v-yə. Bu C1'imiz olsun, bu da C2'miz. Rho omega 10 bölünsün m v-yə. Yaxşı, buna əsasən qeyd edək. Rho'muz neçədir? 1,25. Vurulsun. Omegamızı neçə almışıq? 3'də 100. 3'də 100. Vurulsun 10. Bölünsün neçəyə? Bizə nə deyir? Bölünsün m-də yazaq olduğu kimi. M v. Yaxşı. Bölünə baxaq. Rho'muz neçədir? 1,5. 1,5 vurulsun 9'da 500 vurulsun 10 bölünsün m. C1'in C2 nisbətini yazsaq əgər, C2'nin C1'e nisbəti bərabərdir. Bunlar hamısı ixtisar gedəcək. Buna da 2 yazaq. Bunlara da 1 qeyd edək. Yaxşı. Rho 2 omega 2 bölünsün rho 1 omega 1 bərabərdir. Rho 2'miz neçədir? Bunu mən elə kəsir xətti ilə yazıram. Vurulsun 9'da 500. Uşaqlar, istəsəz onları, baxın elə buradan görünür ki, onlar ixtisar gedir tərsinə çevriləndə. Ona görə də burada onları yazmadım. Bölünsün. Demək, rho 1'imiz neçə idi? %125 vurulsun 3'də 100'ə. Yaxşı, bu 100'lər ixtisar gedər. Buradan da bundan bunu ixtisar gedək. 9'u 3'ə 3, 5 bərabərdir. 253. Kəsir xəttini çəkirik. Bunu belə ixtisar getməyim. 30'da 125 yazım ki, onsuz burada ixtisar gedəcək. Yaxşı, bu tərəfdən yazaq, yer yoxdur. 3'də 250 vurulsun 125'də 30'a. 10 qaldı burada. 25'e 5. 25'e 10. 2 20. Yaxşı, baxaq görək. 20 nə aldıq? 20 C1. 20 niyə aldıq? Şimdi baxın burada nə hesabladık? 25 5
3-lə 10. Yaxşı, bundan bu gedəndə elə qalır təkcə 2. Yaxşı, 2C1 bərabərdir C2-yə. Baxaq, cavab 18-də D bəndi. 19-a baxaq uşaqlar. Dəqiqə mən ayrı bir vərəq götürəm. Yaxşı. 19-da bizə nə deyir? X turşusu 90% məhlulu deyir. Omegamız 90%. Sıxlığı rho olarsa, bu məhlulun 1 litrində V-imizdə 1 litrdir. Neçə mol turşu olar? Nüyü soruşur. S bərabərdir rho omega vurulsun 10 bölünsün M V-yə. Belə yazsaq. Baxaq görək. Neçə mol turşu var? Yaxşı. Rho'muz neçədir? Yazılır elə rho. Omegamız 90'dır. Onu da yazdıq yerinə. Bölünsün. M vurulsun 1. Yaxşı. Bu da bərabərdir neçəyə? 900 rho bölünsün M. Cavab C bəndi. Sonra 20-ci suala baxaq. 20-ci sualda eyni bu qaydadadır. Uşaqlar, bir şeyə diqqət edəcəyik ki, burada neçə mol turşu var soruşur. Burada neçə mol su vardı soruşur. Əgər bizdə X turşusu 80% deyibsə, omegamız 80%dirsə, omega suyumuz neçə olacaq? Suyun neçə? 20%-də suya qalacaqdır. Yəni 80% turşunun payına düşür. 20% nəyin payına düşür? Suyun payına düşür. Buna əsasən indi yazacağıq. Yaxşı. Yenə C bərabərdir. Rho'muz olduğu kimi qalacaq. Omegamız 20'dir. Vurulsun 10 bölünsün. Uşaqlar, suyun emeri 18 qram. Bax, burada emi yerinə 18 yazacağıq. Vuracaq həcmi də 1 deyil. 200 rho bölünsün 18. Bizdə cavab elə belə verildiyinə görə bu qaydada da qalır. İxtisara ehtiyac yox deməndə. Yaxşı. Nə doğrudur? Təzyiq artdıqda qazların suda həll olması azalır. Qazların suda həll olması ilə təzyiq düz mütənasibidir. Təzyiq artırsa qazların suda həll olması artmalıdır. Bir səhvdir. Temperatur artdıqda əksər maddələrin suda həll olması artır, düzdür. Demək, bizə düz olanları soruşduğuna görə 2. 3-ə baxaq. Həll olan maddənin kütlə payı ölçüsüz cəmiyyətdir, düzdür. Molyar qatılığın vahidi mol bölünsün qramdır, səhvdir. Mol bölünsün litrdir. Demək, bizdən 2, 3. Doğru cavab 2 ilə 3 olacaqdır. 22-ci suala baxaq. Bizdən burada da doğru olmayanı soruşur. Temperatur artdıqda qazların suda həll olması azalır, düzdür. Temperatur artdıqda əksər bərk maddələrin həll olması artır. Doğrudur. Həll olan maddənin kütlə payı ölçüsüz cəmiyyət doğrudur. Molyar qatılığın vahidi mol bölünsün qram deyil. S bərabərdir. Nü bölünsün V-yə əsasən nünün vahidi moldur. Həcmin də vahidi litrdir. Mol bölünsün litr olmalıdır. Yalnız 4'dür burada. 23-cü suala baxaq. Məhluldakı kalium xloridin mol miqdarı verilib, həcmi verib C1 qatılığını soruşur. Yaxşı. Buna əsasən yazaq buradan. Nü 1 bərabərdir 0.1-ə. Və birimiz də 200 millilitr olduğuna görə bunu da litrə çevirəndə 0.2 litr eləyir. S1-i tapaq uşaqlar. Nü bölünsün V-yə. 0.1 bölünsün 0.2-yə. 10.1 bölünsün 2-də 10. Neçə eləyəcək? 0.1 2 bölündə 0.5. Səhv etmirəmsə 0.5 yaxşı. S2-yə baxaq. Nü 2-miz neçə verib? 0.2. Və 2-bizə 100 millim verdiyinə görə biz də bunu litrə çevirəcəyik. 0.1 litr. S2-ni tapaq. 0.2 bölünsün 0.1. O da bərabər neçəyə? 0.2-yə. 0.2 yox, 2-yə bağışlayın. Yaxşı, indi bizə S1-in S2-nin nisbətini deyir. S1 kiçikdir S2-dən. 2. Bir də baxaq. Uşaqlar, baxın, 4'ü 0.5'ə bölən vuranda 2 alınmalıdır. Yəni 4S1 bərabərdir S2-yə. Baxın, S1-in qiyməti 0.5'dir. 4'ü 0.5'ə vursaq 2 alınacaqdır. Demək, 2, 3. Cavab 2, 3. 23'də 2 ilə 3 keçdik 24'də. Bu da eyni qaydada elə olacaqdır. Baxaq. Nü birimiz neçə verib? 0.2. Və birimiz neçə verib? 100 millimdə o deyilir 0.1 litr. C1-i tapaq. 0.2-ni 0.1-ə böləcəyik 2. Sonra nü 2-miz 0.1-dir. V2-miz 200 millilitrdir, o deyilir 0.2 litr. S2-ni tapaq. 0.1-i 0.2-yə böləndə nə alınacaq? 0.5 alınacaqdır. İndi necədir? S1 böyükdür S2-dən. Çünki 2 0.5-dən böyükdür. İndi baxın uşaqlar, 4'ü 0.5'ə vuranda 2 alınacaq. Yəni 4S2 bərabərdir S1-ə.
Demək 4, 1, 4. Cavab 1, 4 olacaqdır. 25-ci suala baxaq. Hansı qablarda həll olan maddənin kütlə payları bərabərdir? Həll olan maddənin kütlə payları deyirsə, baxın. 100 millim neçə eləyir? 0,1 litr eləyir. Yazaq. 0,1 litr eləyir. Demək, V-imiz 0,1-dir. C-imiz neçədir? Yəni, molyar qatılığımız neçədir? 4-dür. Bizdən nü soruşursa, nü hesablayaq burada. Nü bərabərdir C-V. Yaxşı, 4 vurulsun 0,1, o da bərabərdir neçəyə? 0,4-də. Sonra növbətiyə baxaq. 300 millim deyirsə, 0,3 litr götürürük. C2-miz neçədir? 2-dir. Yenə nü hesablayaq 0,6. Sonra növbəti 250 milli deyirsə, V-imiz 0,25 deməkdir. Litrə çeviririk. C-imiz 4-dür. Nü hesablayaq. %25-i vuracaq neçəyə? 4-də. 1. Növbətisinə baxaq. 50 millim deyirsə 0,5 litr deməkdir V-imiz. C-imiz neçədir? 8. Nü hesablayaq. 0,5-i vuranda 8-ə 0,4. Demək, hansı olacaqdır? 1, bir də axırıncı, 4-cü. İkisində də eyni qiymət alacaq. 0,4. 26-cı suala baxaq. Yenə eyni qaydadan həll edək. Yaxşı. 200 millim 0,2 litr deməkdir. Molyar qatılığımız 2 veribdir. Bizdən nüyü soruşur. Nüyümüz neçədir? 0,4 eləyəcək. V vurulsun C-lə, yeni qaydada. İkinciyə baxaq. V-imiz 0,3-dür. C-imiz neçədir? 1,5. Nüyümüz neçə olacaq? 10,5-i, 10-da 15-i vuranda 10-da 3-ə 45. 0,45. Yaxşı, növbəti 0,4 eləyəcək. Qatılığımız da 1-dir. Nüyümüz neçə olacaq? 0,4. V-imiz 0,5-dir. C-imiz 2-dir. Nüyümüz neçə olacaq? 1. Baxırıq, eyni olanlar hansılardır uşaqlar? 2 ilə, yox, əstəğfurullah, 1 ilə 3. 26-da 3, 1, 3. 25-ə keçək. Yaxşı, gəldik məsələlərə baxaq. 11,2 qram kalium hidroksid suda həll etməklə və 200 ml məhlul hazırlanır. Bu məhlulun molyar qatılığını hesablayaq. Yaxşı, baxırıq ki, 11,2 qram kalium hidroksid verib. Balaca M yazırıq. Bəs kalium hidroksidin molyar kütləsi nə qədərdir? Baxın, 56 verilib. Həcmi neçə verib? 200 ml. Bizdən nə deyir? Molyar qatılığı hesablayın. C bərabərdir suala. C hesablayaq. M bölünsün M-yə. Yaxşı, 11,2 bölünsün 56 vurulsun. Həcmi 200 ml veribdir. O da eləyəcək 0,2 litr. Yaxşı, 11,2 litr bölünsün. 11,2 o da eləyir 1. 27-də cavab 1 olacaq. 28-ci suala baxaq. 28-də eyni qaydadadır. Dəqiqə belə hesablamaq üçün verəndə belə çevirək ki, aydın olsun. Yaxşı. 28-ə baxaq uşaqlar. 40 qram kalium hidroksid deyir. M1-i 40 verdik. V bərabərdir 500 millim deyirsə, bunu litrə çevirəndə 0,5 litr edir. Molyar qatılığını soruşur. C bərabərdir suala. Uşaqlar, kalsium bromidin molyar kütləsi də 200. Yaxşı, C hesablayaq. M bölünsün böyük M və bərabərdir. 40 bölünsün. 0,5 vurulsun 200. 10,5-i də 5-ə vuranda 2,5 eləyir. Düz hesabladıq. 40. 10,5. Səhv hesabladıq deyəsən. Bir dəqiqə bunu aydın kəsirə çevirək. 5-də 10. 200-də 1. Yaxşı. 5. 10-u böləcək 25-ə. 5-ə 2, 5-ə 5. 0,4. Yaxşı. Keçdik növbəti suala. Neçənci suala keçirik uşaqlar? 29. Yaxşı, 4 mol qatılıqlı. Bu dəfəmdə qatılığı verib. C bərabərdir 4-ə. V bərabərdir 500 ml, yəni 0,5 litr deməkdir. Kütləsini hesablayın. M bərabərdir suala kütlə M. Molyar kütləsi də neçədir sulfat turşunun? 98.
S bərabərdir m bölünsün böləcəyim v-yə. Buradan m-i tapsaq əgər s m v. S-imiz 4-dür. Vurulsun 0.5, vurulsun 98. Yaxşı, bu 0.5'i vuranda 2, 2'nin də 196. Düz yazıq yəqin ki. Yaxşı, sonra 30-cu suala baxaq. 2 mol X maddəsi veribdir. 2 mol veribsə, biz burada qeyd edək. N bərabərdir 2-yə. N bərabərdir 2-yə. Həcmi 500 ml veribdir. V bərabərdir 0.5 litrə. Məhlulun molyar qatılığı bizdən S soruşur. S bərabərdir suala. S bərabərdir N bölünsün V-yə. 2 bölünsün. Yaxşı, mən bu qaydanı yazdım ki, hesablamaq asan olsun. 30'da 4 aldıq. 3 mol. 31-ci sualın davam edək. 3 mol. N bərabərdir 3-ə. Həcmi 600 ml-dirsə, litrə çevirəndə 0.6 litr eləyir. Molyar qatılığı soruşur. S bərabərdir N bölünsün V-yə. 3 bölünsün 0.6-ya. 0.2 qalır. 1 elə bir ki, tərsinə çeviririk. 10-2-ni tərsinə çeviririk. 5. 31-də cavab 5 olacaqdır. 32-ci suala baxaq. Yaxşı, 32. 32-ci sual qatılığı 0.2 veribdir. 500 milim deyirsə, litrə çevirilir 0.5 litr. Neçə qram turşu var? M bərabərdir suala. Yaxşı, böləcəyimizdə birlikdə 98 qramdır. S bərabərdir M bölünsün böləcəyim V-yə. Buradan da M tapanda S, M, V. Yaxşı, buna əsasən yazaq. M bərabərdir 0.2 vurulsun 98 vurulsun 0.5. 10-2 ilə 10-5'i vuranda bir-birinə neçə eləyir uşaqlar? 0.1 eləyir. Bu da yəqin ki 9.8 eləyir. Yaxşı, sonra növbəti sual 33. 33-cü sualın davam edək. Qatılığı neçə veribdir? 0.1 veribdir. Həcmi nə qədər verib? 0.25 litr olacaq. Yenə eyni qaydada qələmin kütləsi neçədir? 40 qramdır. Yenə eyni qaydada SMV-yə 0.1'dir bu. 0.1 vurulsun 0.25 vurulsun 40'a. Yaxşı, bunları necə ayda kəsirə çevirsək, 10'da 1 vuraq, %25 vurulsun 40. Böyle 4'də 1 deməkdir. Bununla da bu ixtisar edəndə cavab qalır 1. 33'də 1. 34-cü suala baxaq. 34'də nə deyir? Yaxşı. C1 neçədir? 3. Molyar qatılığı 3'dür. Həcmi neçədir? 0.4. Nüyü hesablayaq birincidə. 1.2 mol. Nübirimiz 1.2'dir. Nüçini hesablayaq uşaqlar. Biz siz niyə belə hesablayırıq? Çünki deyək ki, bu zaman neçə mol natrium xlor çəkir. Biz hesablayaq görək hələ əvvəlcə neçə idi, sonra neçə mol olub, nə qədəri çökübdür. Yaxşı. Nüçini hesablayanda S1'imiz neçədir? S2'miz estağfurullah. S2'miz 6. Həcmimiz 0.1. Yaxşı, buradan nüçini hesablayanda 6'ın vuraq 0.1 eləyir 0.6 mol. Əvvəl nə qədər idi? 1.2 mol oldu. Əvvəlcə 1.2 mol oldu. Sonra nə qədər olub? 0.6 mol. Nə qədər duz çöküb? 0.6 mol çökübdür. Yaxşı, 34 0.6 aldı. 35'e baxaq. 35 de eyni o qaydadadır. S1'imiz 4. V1'imiz 0.5. Nüyü hesablayırıq 2. S2'miz 5. V2'miz 0.3. Nüyü hesablayırıq 1.5. Bizdən nə qədər də duz çöküb? 2'dən 1.5'in çıxırıq 0.5. Yaxşı, 35'də cavab 0.5'də 36'ya baxaq.
500 ml 0,8 molar qataqlı turşusu üzərinə həmin turşunun 0,4 molar 500 ml məhlulu əlavə olunub. Alınan məhlulda xlor turşusunun molar qatılığını hesablayın. Yaxşı, hesablayaq. 36. Yaxşı, burada 36 qoyaq, hesablayaq. Yaxşı, S1-imiz nə qədərdir? Yaxşı, bizdən elə bir ki, S sonu soruşur. S son nə idi? S1 V1 plus buxarlandırmaq deyib, əlavə olmaq deyib. Əlavə olmaq dediyinə görə plusuna yazırıq. Bölünsün V1 plus V2 da bərabərdir. Yaxşı. Uşaqlar, bir dənə bura baxaq. 36-ya 0,5 litr olacaq bu. 0,5 0,8 vurulsun 0,5 ay bağışlayın uşaqlar. Plus 0,4 vurulsun 0,5 bölünsün 0,5 plus 0,5'ə bərabərdir. 0,8-i 0,5'ə vuranda 0,4 üstə gələk. Neçə eləyir? 0,2 bölünsün 1. O da eləyir 0,6. 36'da cavab 0,6. Yaxşı, 37'ye baxaq. 37'də nə deyir? Baxaq görək 37'yə. 500 ml 0,4. Yenə eyni qayda ilə S son bərabərdir. S1 V1. Üstə gələk S2 V2 bölünsün V1 plus V2. Bərabərdir qoyaq. Yaxşı, yenə eyni qaydada 0,5 litr eləyəcəkdir. 0,5 vurulsun V1'imiz 0,4 plus yerlərini biraz dəyişik yazım. Yəqin ki, siz baxanda başa düşərsiniz. Molar qatılıq ikinci 0,2 vurulsun 0,5 bölünsün V1 plus V2'yə. 0,5'in üstünə 0,5 gələndə, yaxşı, bu qaydada yazaq, açıq başa düşün. 0,2 plus 0,1 bölünsün 1. Bu da deyir 0,3. Yaxşı, 37'də cavab 0,3'dür. Keçdik 38-ci sual. 38'ə baxaq. 38'də nə deyir? Yaxşı. 38-lə davam edirik. 2 dənə məhlul olmuş. Qarışdırıblar 600 ml-lik 2 molar qatılığı olan natrium hidroksid məhlulu alınıbdır. Gəlin indi hesablayaq. Omega son başdan S sonumuz neçədir? Son qatılığımız 2 bərabərdir. S1 V1. S'imiz neçədir? 4. Vurulsun 0,2 plus 2 bilmirik kütləsinə qədər, molar qatılığı nə qədərdir? Vurulsun 0,4-də bölünsün. V1 plus V2'yə 0,2 plus 0,4'də. Yaxşı, bunların cəmi nə qədər eləyir? 0,6. Yuxarıda neçə alınır? 0,8 üstə gələk 0,4 x-ə. Buna əsasən 0,6 vururuq 2'yə 1,2 bərabərdir. 0,8 plus 0,4 x-ə. 0,4 x bərabərdir. 1,2-dən 0,8-in çıxırıq 0,4 qalır. X-ə bərabərdir 1-ə. Yaxşı. Neçənci sual? 38-ci sual cavab 1. 39'a baxaq. Yaxşı. 39'a baxaq. Deyir 50 qram X mayesi. Baxırıq ki 50 qram veribdir, amma qrafikdə neçə qramdır? 25 qram. 25 qramda həcmi nə qədərmiş X-in? 50. Bəs 50 qram verilibsə həcmi nə qədərmiş? V1 yazaq. V1 bərabərdir neçəyə? 100-ə. Uşaqlar, M1'imiz nə qədərdir? 50. Bunu burada qeyd edirəm ki, bilək. İndi baxırıq. 100 santimetr kub verib. Yəni, Y-in həcmi 100 santimetr kubumuş. Qrafikdə neçədir? 50-dir.
50 həcmi 50 olanda kütləsi neçəymiş? 75. Bəs həcmi 100 olanda kütləsi nə qədərdir? X. X bərabərdir neçəyə? 2 dəfə ondan artıq 150-yə. Bu nədir? M1, M2 yazaq bilək. Bəs V2-miz nə qədərdir? Baxın, 100. Qeyd eləyək. Yaxşı. Burada M1, V1-i bildik. Burada da M2, V2-ni bildik. Yaxşı, hesablayaq. Rho bərabərdir M1 plus M2 bölünsün V1 plus V2-yə. Çünki bizdən həcmin soruşur. Yaxşı, hesablayaq. M1-imiz 50-dir, M2-miz 150-dir. 50 plus 150 bölünsün. İkisinin də həcmi 100 bərabərdir 2-yə. 39-da cavab 2-dir. 40-a baxaq. 40 da eyni qaydadadır. 40 hesablayaq. Yaxşı, 80 qram X mayesi veribdir. Bəs qrafikdə neçədir? 40 qram X mayesinin həcmi 50 imiş. Bəs 80 qramı hesablayaq görək nə qədərdir? Həcmi V1 qoyaq. V1 bərabərdir 100-ə. M1-imiz neçə idi? 80. Burada qeyd eləyək. M1-imiz də 80. Yaxşı. Baxın, Y-in həcmini yenə verib. Amma qrafikdə baxırıq ki, həcmi 50 olanda kütləsi 80 imiş. Bəs həcmi 100 olanda kütləsi nə qədərdir? 160. Həcmi neçə idi? V2-nin 100. Qeyd edirik. V2 də 100-ə bərabərdir. Yaxşı, buna əsasən Rho-yu hesablayaq. M1 plus M2 80 plus 160 bölünsün 100 plus 100-ə. Yaxşı, 240 bölünsün 200, o da bərabərdir 1/2-yə. Cavab 1/2-dir. 41-ci suala baxaq. 41. Yaxşı, 41-də baxaq görək nə deyir? Sıxlığı 1/2 qramdır. Qram bölünsün millilitrdir. Həcmi nə qədər verib? 0,5 litr. Uşaqlar, baxın, bu millilitrləndir, bu litrləndir. Mənə bu daha asan gəlir deyə litri çevirdim burada millilitrə. Baxın, birinci bunun kütləsini hesablayaq görək nə qədərmiş. M məhlul bərabərdir. 1/2 vurulsun 500. Bu da elədi 600. Baxın, məhlulumuz 600-dür. Bu bir kənarda dursun. Yenə həcmimiz neçədir? 0,5. Molar qatılığımız neçədir? 2,5. Nüyü hesablayaq. Görək neçə mol olmuş. Nü də SV-yə bərabərdir. 1,25 mol. Uşaqlar, bir də buranı qaralayaq, qarışmasın. 1,25 mol olmuş duzun kütləsi. Duzun kütləsi nə qədərdir? 160 qram. Demək, bu duzumuz 1,25 moldur. 1 mol duzun kütləsinin 160 qram veribdir. Baxın, 1 mol duzumuz 160 qramdırsa, 1,25 mol duzumuzda x qramdır. X bərabərdir 200-ə. Aha, demək, M duzumuz neçə oldu? 200 qram. M məhlulumuz nə qədər idi? 600 qram. Bizdən nəyi soruşur? Baxın, 20% deyil məhlul alınsın. Neçə qram su əlavə etmək lazımdır? M suyumuz X-dir, omeqamız da 20%. Omeqanın düsturunu qoyaq yerinə yazaq. 20 bərabərdir. Həll olan maddə bölünsün məhlul. Bizdən deyil nə qədər su əlavə olunub deyə məhlulun üzərindən suyu gəlirik. Baxın, bizim duzla işimiz yoxdur. Məhlulun üzərinə su gələndə duzun kütləsi sabit qalır. Sadəcə məhlulun kütləsi dəyişir. Vurulsun 100-ə. Buradan da x bərabərdir 400-ə. Sonra keçdik 42-yə. 42-yə baxaq. Yenə eyni qaydadadır. Sıxlıq 1/2-dir. Həcmi 500 milli götürək. Kütləsi nə qədər olacaq? 600. Məhlulun kütləsi 600 oldu. Nüyü hesablayaq. S-imiz 2-dir.
Həcmimiz 0,5-dir. Nüyümüz neçə oldu? 1 mol. Uşaqlar, elə 1 mol duzun kütləsi neçədir? 120 qramdır. M duzumuzun kütləsi neçədir? 120. Yaxşı, omeqamız verilib. Yenə eyni qaydada, eyni şeyləri soruşduğuna görə 10 bərabərdir. Həll olan maddə 120 bölünsün 600 plus 2 vurulsun 100'ə. Buradan da x bərabərdir 600'ə. Demək 42-də cavab neçə oldu? 600. 43-cü suala baxaq. Yaxşı, qablardakı sol məhlulları artıqlaması ilə sink metalı əlavə etdikdə hər iki qabda eyni həcmdə hidrogen qazı ayrılır. İkisi hesablayaq. Birinci bunların sink metalı ilə reaksiyasını yazaq. H-xlor. Əmələ gəldi nə? Sink xlorid plus hidrogen. Əmsallaşdırdıq. Yaxşı. Növbəti sink üstəcələ natrium hidroksid su məhlul dediyinə görə üstəcələ su gəlir. Yaxşı. Əmələ gəlir kompleks duz plus hidrogen. Yaxşı, əmsallaşdıraq. Natrium burada 2 idi. Bura 1, 2 yazırıq. Yaxşı, burada 1, 2 yazacaq ki, həcmin nə qədər eyni olsun. Yaxşı. İndi bizə baxırıq. Burada verilibdir. 200 ml həcmdir. Qatılığı nə qədərdir? Bir kənarda burada qeyd edirəm. Baxın, V bərabərdir 0,2 litr yazıram. Səyimiz də 0,2-dir. Nüyü hesablayaq. Nüy bərabərdir 0,4. Natriumun mol sayı neçə oldu? 0,4. Bəs neçə mol? Normalda 2 moldur. Bizdən hidrogeni soruşduğuna görə üstünə x qoyuruq, altda da 1 mol. X'imiz neçəyə bərabər olacaq? 0,2-yə. Tapdığımız hidrogeni gətirib burada qoyuruq üstünə, altda 1 mol yazırıq. Baxın, bizdə x mol hidrogen florid verib. Üstünə x qoyuruq, altda da 2 yazırıq. Bunu əsasən x-i tapanda neçə olacaq? 0,24 mol. Deyək ki, hər iki qabda eyni həcmdə hidrogen vardı. Hər iki qabda eyni həcmdə hidrogen olduğuna görə, burada da həcmi nə qədər veribdi? 0,1 litr. Qatılığı necə tapdıq? Molu necə tapdıq? Nüyü. 0,4. S'yi tapaq. 0,4 bölünsün 0,1. O da bərabərdir 0,4-ə. 44 də eyni qaydadadır. 44'ü də yazaq. Yenə eyni reaksiyalardır. Mən birinci sinkin natrium hidroksidinin reaksiyasını yazıram. Üstəcələ su. Əmələ gəldi nə? Natrium 2, sink OH 4 dəfə plus hidrogen. Yaxşı, əmsallaşdıraq tez 2, 2. Yaxşı, uşaqlar, baxırıq. Bu dəfəmdə 200 ml 0,4. Molu neçə olacaq? 0,2-ni vuracaq 0,4-ə 0,6 mol. 0,6 mol, altda da 2 moldur. Yazdıq. Hidrogen üstünə x qoyuruq, altda da 1. İkisimizi neçə tapdıq? 0,3 mol. Yaxşı, indi sinkin hidrogen xlorid ilə reaksiyasını yazsaq. Burada 1, 2 artırdıq. Neçə mol tapmışıq hidrogeni? 0,3. Altda neçə moldur? 1 mol. 2, 2 mol. 0,6 mol hidrogen xloridi tapdıq. Həcmi nə qədərdir? 0,1 litr. Molu neçə tapmışdıq? C, 0,6. Nüyü tapaq. 0,6 bölünsün 0,1, o da bərabərdir 0,6-ya.